Atası Çinli, anası Avropalı olan Zeekr Azərbaycanlılara elektromobilin nə olduğunu öyrətdi. Zeekr 001 əsli anası tərəfilə daha çox oturub durur. Qlobal dizayn mərkəzi SVS-də yerləşən bu avtomobilin dizayneri Porsche, Audi və Volkswagen-in dizayneri Stefan Silovdur. Hətta bəlkə də ona görə ilk dəfə baxanda Porsche təəssüratı yaradır. Elektromobilin təməli Volvo, Geely və Lotus mühəndislərinin birgə təkmilləşdirdiyi CIA platformasına yığılır. Yəni eyni təməldə Volvo EX30 hal-hazırda satışdadır. Bayaqdan hara əl atırıq Avropalılar çıxır. Bəs Çinlilər bu işin arasındadır. Təbii ki, 140 kWh Kettle batareyası ilə 1000 km-dən çox mənzilə, 800 volt 600 kW ilə 5 dəqiqə ərzində 300 km-dən çox, 13-14 dəqiqə ərzində isə batareyanı tam dolduran şarj sisteminə Çin, daha doğrusu Geely cavabdehdir. Salonda hər şey premiumdur. Sinifində ən enli olmasına görə və demək olar 2 metr olmasına görə salon çox genişdir. 2.5K 15 inç mərkəzi ekran, idman üslublu rul və təyyarə kokpitini xatırladan orta konsol. İki kameralı aktiv pnevmatik askı, belə daha nə olsun? Azərbaycanda 001-in batareyalarını 15 dəqiqə doldura bilən şarj stansiyaları olmaya da bilər. Lakin 544 at güclü 768 Nm fırlanma ağını hasil edən 3.8 saniyə yüzü görən bu elektromobil gələcəyə yatırımdır. Hə, siz yenə atası da Çinli olmasını istəyirsinizsə, özünüz bilərsiniz.